Sonsuzluğa getirib çıxaran xəstəliklərdən biri də yumurtalıqların polikistoz sindromudur. Bu xəstələrin müalicəsinə düzgün yanaşma olmalıdır. Amerika və Avropa Ginekoloqlar Cəmiyyətinin protokollarına uyğun ilk öncə birinci cərgə müalicə səbəbi müəyyən edilib və ona uyğun stimulasiya vermək lazımdır. Əgər yumurtalıqlar cavab vermirsə, onda vacibliyində ikinci cərgə olan əməliyyatı götürülmək məqsəd uyğundur. Bu da protokollara aid olan müalicə formasıdır. Baxmayaraq bəziləri deyir ki, bunu əməliyyat eləmək olmaz, düzgün deyil. Əməliyyatı əgər kimsə düzgün eləmirsə, vaxtında və göstərişə uyğun eləmirsə, bu həmin metodun günahı deyil. Burada yəni cərrahi əməliyyatının drilling məqsədi köhnə folikulları, baxın, yəni ehtiyatı zədələnmədən köhnə folikulları götürmək şərti ilə yumurtalığın yükünü azaltmağı məqsəd daşıyır. Əgər yumurtalığın yükünü azaltmadan böyük yumurtalıqları, hətta da çoxlu folikul, atriziz olmuş folikullar birdən-birə süni mayallanmaya götürüb superstimulasiya verəndə belə xəstələrdə ən ağırlaşma olan yumurtalıqların hiperstimulasiyası ağırlaşmasının ehtimalı çoxalır. Ona məqsəd istər əməliyyatın, istər müalicənin stimulasiyadan öncə yumurtalığın yükünü azaltmalıdır. Yəni köhnə atriziya olunmuş folikulları götürməkdir ki, stimulasiya verəndə yumurtalıqların hiperstimulasiyasının ağırlaşması olmasın.